Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq ili elan olunub. Yaxşı, bəs şəhərsalma nə deməkdir? Şəhərsalma yaşayış məntəqələrinin və bir sıra ərazilərin sosial, iqtisadi, ekoloji, texniki tələblərə cavab verəcək şəkildə planlaşdırılması və bir çox tikintilərin layihələndirilməsidir. Bu, binaların, infrastrukturun və yaşıl ərazilərin səmərəli şəkildə yerləşdirilməsini, insanların rahatlığını, həmçinin bir çox ərazinin inkişafını təmin edir. Əgər şəhərsalma məsələsinə bioloji perspektivdən baxsaq, bəzi ekoloji problemləri müşahidə edərik. Çox təəssüflər olsun ki, şəhərsalma prosesinə mane olan əsas amillərdən biri də çirklənmədir. Çirklənmə əsasən əhali artımı və şəhərdə zibil konteynerlərinin kifayət qədər olmaması səbəbindən baş verir. Çirklənmə bir çox ekoloji problemlərə səbəb olur və havada oksigen qazının azalmasına gətirib çıxarır. Lakin bunun qarşısını almaq üçün bir çox ağac əkmə aksiyaları və maarifləndirici tədbirlər təşkil edilir. Belə tədbirlərə 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirini aid etmək olar. Bu tədbirin həm ekoloji problemlərin həllində, həm də şəhərsalmanın inkişafında müstəsna rolu vardır. COP29 beynəlxalq tədbirində Azərbaycanda ekoloji problemləri həll eləmək, şəhərsalmanı inkişaf elətdirmək üçün bir çox müzakirələr aparıldı və bu müzakirələr müsbət nəticələndi. Belə ki, bu tədbirdən sonra Azərbaycanda insanların rahatlığını təmin edəcək layihələr həyata keçirildi. Ağaclar əkildi, velosiped və avtobus yollarının sayı artırıldı və parklar salındı. Bu da şəhərsalma sahəsində Azərbaycanın əldə elədiyi ən böyük nailiyyətlərdən biridir. Bu il 2026-cı il 17-22 may arası Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında belə tədbirlərə aid eləmək olar. Bu tədbir üçün hal-hazırda hazırlıq işləri görülür. Belə tədbirlərin keçirilməsi çox yaxşı bir haldır. Çünki bu tədbirlərdə şəhərsalmanın inkişafı üçün bir çox müzakirələr aparılır. Şəhərsalma şəhərimizin gözəlliyi və insanların rahatlığı üçün ən mühüm məsələlərdən biridir. Bu mövzu ətrafında təcrübəli memarlarla müzakirə aparılması və bir çox işlərin görülməsi vacibdir. Bu il Azərbaycanda şəhərsalma layihəsinin inkişafı üçün var gücümüzlə çalışmalıyıq. Ona görə də bu sahədə çalışan hər kəsə uğurlar arzulayırıq.